Salam. Bugün sizə Dimin 20 sınağından sınaq 9-un suallarının izahını verəcəm. Deməli, birinci sualda verib ki, Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyənləşdir. Bilirik ki, alt proqramdan həmişə, yəni qiymət axırda verilir. F5-də görürük ki, funksiya F5 formasındadır və fn F5-ə müraciət edir. Burada n-in qiyməti 5 alınır. Bundan sonrası sadədir, yəni defin içərisindəki dövrü icra edirik. Əgər n 5-dirsə, deməli burada i-nin qiymətləri 1-dən 5 plus 1 6-ya kimi dəyişir. Və bilirik ki, bu halda 6-nın özünü götürmür. Yəni i-nin qiymətləri 1, 2, 3, 4, 5 olur. Və dövrü icra etsək, birinci dəfə i1 olduqda qiyməti f bərabər f vuraq i-ni hesablayır. 1-i 1-ə vuranda elə 1 alırıq. Geri qayıdır dövrə, i-nin qiyməti 2 olur. F bərabər olur f vuraq i-yə, yəni 1 vur 2-yə. Bir də geri qayıdır, i 3 olanda, sonra f-i hesablasaq 1 vur 2 vur 3 olur. Deməli, bu i-lərin qiymətlərini f, yəni vurur. Bir növ 5 faktorialı hesablayır. Çünki 1-dən 5-ə qədərdir, yəni qiymətlər. Bu qiymətləri də bir-birinə vuranda, yəni 5 faktorial alınır. Bu da bizə 120-ni verir. 1 olur, D bəndi. İkinci sualda, deməli, yenə fn-dən heç bir şey tapa bilmərik. Əvvəlcə bu hissədən hesablamaya başlamaq lazımdır. Və baxırıq ki, i-nin qiymətləri 1-dən 8-ə kimi dəyişir. Yəni 1, 2, 3, 4, 5, 6, 7 olur. 8-in özünü götürmür. Birinci dəfə i1 olduqda s bərabər s plus f1 alırıq. Lakin f1-in yəni qiymətini bilmədiyimizə görə yuxarıya müraciət gedir bu hissədən. Və fn-ə görə f1-i, yəni n-i 1 alırıq buradan. İndi deməli, if-i icra etsək, 1 kiçikdirmi 3-dən? Bəli. Onda return 1-i qaytarır. Yəni, proqrama çağırdığımız f1 funksiyasına 3 qiymətini qaytaracaq. Əgər f1 3-dürsə, burada belə işarə edək, f1 3-dürsə, onda 0 plus 3. Yəni ki, hələ ki, daha doğrusu return 1-i qaytarır f1-ə. Onda f1 1-dirsə, s də 1 olur. Daha sonra bu hissədən ikinci dəfə dövr gedir. İkinci dəfə deməli, i-nin qiyməti olur 2. i 2 olduqda s bərabərdir s plus f-i alırıq. S-in qiyməti 1 olduğuna görə yazıram 1, 1 üstəcə bu dəfə f2 alınır. F2-ni bilmirik deyə yenə gəlirik yuxarı hissədən tapmağa. F2 olduqda baxırıq ki, fn-ə görə, yəni n burada 2 alınır. Əgər n 2-dirsə, 2 kiçikdirmi 3-dən? Bəli, onda yenə return 1-i qaytarır. Yəni, f2-yə axırıncı çağırılan funksiya 2 qiymətini qaytaracaq. f2 2 olduğuna görə, bu hissədə yenə f2-ni yerinə gətirib 2 yazacaq. 1 plus alınacaq 2. Özür istəyirəm. 1 plus 1. Çünki f2-yə 1 qiymətini qaytardığına görə 1 plus 1 yazacağıq. Bundan sonra bu hissədə yenidən dövr gedir və i-nin qiyməti olur bu dəfə 3. Üçüncü dəfə bu hissədə i 3 qiymətini alır. i 3 olduqda s bərabər s plus, yəni 1 plus 1 üstəgəl f3 alırıq. F3-ü yenə yuxarıdan tapanda n bu dəfə 3 olur və 3 kiçikdirmi 3-dən? Yox cavabı alırıq. Yox cavabı aldıqda onda if-i icra etmirik, amma bir dənə sərbəst hədd var. Return fn çıx 1 üstəgəl fn çıx 2-ni hesablayırıq. n 3 olduğuna görə 3-dən 1 çıxanda f2, 3-dən 2 çıxanda isə 1 alırıq. Yəni f2 ilə f1-in cəmini f3-ə qaytaracaq. f2 ilə f1-in də cəmi 1-lə 1 idi. Bu ikisinin f2 ilə f1-in cəmini, yəni 1 ilə 1-in cəmini f3-ə qaytarsaq, onda f3-ü 2 alarıq. Daha sonra s-in düsturunda f3-ün yerinə yazacağıq burada 1 plus 1 plus 2. Və bundan sonra baxıram ki, yəni i-nin qiymətləri hansı ki 4-dür, 5-dir, 6-dır, 7-dir. Bunların heç biri yəni 3-dən kiçik deyil. Ancaq yəni bu şərti ödəyəcək. Məsəl üçün 4 olanda
F3 üstə gəlsin, F2 alınacaq. Bu dəfə də F3 ilə F2-nin cəmini götürəcək. Məsəl üçün F3-ə düşüb 2, F2-yə də 1 düşüb, 1 ilə 2-nin cəmi 3-ü götürəcək. Və bu ardıcıllıq bizə hansını xatırladır? Fibonacci-ni. Yəni hər yeni hədd özündən əvvəlki 2 həddin cəminə bərabər olacaq. Yenə deyirəm, bu qiymətlərin heç biri bu şərti ödəmədiyinə görə ancaq buranı hesablayır və belə halda da bütün qiymətlərdə özündən əvvəlki ikisinin cəmini götürəcək. Deməli, F4, F3 ilə F2-nin cəmidirsə, deməli olacaq bu formada. Bunu belə yaza bilərik ki, 1, 2, 3, 4, 5, 6, 7. F1-ə deməli 1 düşmüşdü, F2-yə 1 düşmüşdü, F3-ə də 2. Deməli, F4-ə 1 plus 2, 3. F5-ə deməli 2 plus 3 5, F6-ya 3 plus 5 8, F7-yə isə deməli 5 plus 8, deməli 5 plus 8 13 düşəcək. Vəssalam. Və bu qiymətləri S bilirik ki, cəmləyir. S bərabər S plus F olduğuna görə, yəni bu F1, F2 bunların qiymətləridir də biz F-lərin qiymətlərini cəmləməliyik. Yəni aldığımız bu qiymətləri toplayacağıq. 1 plus 1, 2, 2 plus 2, 4, 4 plus deməli 8 plus 8, 16. Bu verir 20, 20 üstə gəl 10 üstə alırıq 33 olur B variantı. Daha sonra üçüncü sual. Üçüncü sualda da yenə def verilir və axırdan başlayaraq həll etməliyik. Hansı ki C 255 2 verilir. Onda bu hissədən yuxarıya müraciət etsə, funksiya C 255 2 formasındadırsa, buradan A-nı 255, B-ni isə 2 alırıq. İndi proqramı icra edək. Eğer QM belə bir dəyişən verib, sıfırdan F-ə simvollardır. Bu bizə 16-lığı xatırladır, amma indi baxaq görək nə işə yarayacaq. R-i də boş tətir verib. Birinci dəfə A böyüdümü sıfırdan? 255 sıfırdan böyüdümü? Bəli. Onda R bərabərdir. RQ-də, belə qısa yazım. A-nın B-yə bölünməsindən alınan qalıq. 255-dən B-yə, yəni 2-yə böləndə qalıq 1 düşəcək. Plus R. Burada da yəni RQ-də birinci element gəlib elə 1-ə düşür. 1, amma dırnaqda 1-də. Çünki sətir tipi olduğu üçün dırnaqda 1-i götürür. Dırnaqda 1 üstə gəl, boş sətir. Bu ikisini toplayanda da elə dırnaqda 1 alırıq. A bərabər A-nı B-yə böləndə tam hissə. 255-i 2-yə böləndə tam hissəni götürürük. Bu da verir deməli 100, deməli 127-ni. Və 127 olarsa, geri qayıtsaq əvvələ, ikinci dəfə. 127 sıfırdan böyüdümü? Bəli, onda R bərabərdir. RQ-də A-nın B-yə bölünməsindən alınan qalıq. 127-ni 2-yə böləndə qalıq yenə 1 düşür. Üstə gəl, R-in qiyməti bu dəfə dırnaqda 1-dir. Bu da bərabər olur. RQ-də birinci element yenə 1-dir. Və ona görə dırnaqda 1 üstə gəl, dırnaqda 1, yəni dırnaqda 1, 1 alınır. Sonra yenə A-nı 2-yə böləndə, yəni tam hissəni ayırır. Və buradan alırıq 63. Əslində proqramı artıq davam etdirməyə gərək yoxdur. Bu burada mənasız verilib. Çünki yəni bu A, F, bu hərfləri çaşdırmaq üçün verib. Onsuz da biz ədədi ancaq 2-yə böləndə, çünki B dəyişmir axı, B ancaq 2 qalır da. Ədədi ancaq 2-yə böləndə qalıq ya 0 ala bilərik, ya da 1. Yəni burada RQ-də ancaq ya 0-cı, ya da 1-ci elementi, yəni ya 0-ı, ya 1-i götürəcəm. Yəni qalan hərflərin burada bir mənası yoxdur. Və ədədi 2-yə böləndə alınan qalıqları götürür, sətir tipində toplayır. Təzədən ədədin 2-yə bölünməsindən alınan tam hissəni götürür. Deməli, bu ədədi onda ikilik say sisteminə çevirir də. Çünki həmin ədədi, məsəl üçün 255-i 2-yə böləndə tam hissəni ayırdımı 127-ni. Sonra onun məsəl üçün alınmasından alınan qalığı 254 düşür. Bu qalığı götürür 1-i və o 1-i sətir tipində toplayır.
Deməli, burada ədədi ikili say sisteminə çevirsək kifayət edir. Yəni, qalan dövrləri yazmayacaq. 255-i də onluqdan ikiliyə çevirəndə olur B variantı alınır. Yəni, 2-nin qüvvətlərini yazırıq bu formada. Hansıların cəmi 255-i verir, elə hamısının. Hamısının cəmi burada yoxlasaz 255-i verir. Ona görə B variantı alınır. Sonra 4-cü sual. Dördüncü sualda isə printin daxilində iç-içə funksiya kimi verib. Yəni, bilirik ki, bu zaman mötərizənin ən birinci daxilindəkini hesablamaq lazımdır. Yəni, bu hissəni F1, 3, 2, 2-ni hesablayacağıq əvvəlcə. Burada da F3, 2, 2 yazdıqda A-ya düşür 3, B-yə düşür 2, C-yə düşür elə 2. İndi şərt veririk ki, 3'ünün cəmi ondan böyüdümü? Yəni 3 plus 2 plus 2-nin cəmi ondan böyüdümü? Deməli, xeyr. Yəni düzgün cavab 3-ün üstünə 2 5, 5 üstünə 2 7 edir. 7 ondan böyük deyil. Şərt ödənmir deyə, onda birbaşa bu returnu görür. A-nı B-yə vurur, 3-ü 2-yə vurur. Üstünə də C-ni gəlir. Yəni 6 üstə gəlir ki, 8 alınır. 8-i onda F3 2-yi 2-yə qaytarır returnə görə. Əgər bura 8-dirsə, onda bu printin daxilində belə bir ifadə alınır. F2 3 8 və F2 funksiyası isə buradadır. İndi F2 funksiyasına müraciət gedir. F2 3 8 olarsa, onda x-a 3 düşür, y-ə isə 8 düşür. Və şərt verib ki, x y-ə bərabərdirmi? 3 bərabərdir 8-ə, xeyr. Onda şərt ödənmir deyə birbaşa bu returnə görür və y-i 2-yə vurur. 8-i də 2-yə vurur, 16. Və return həmin bu qiyməti axırıncı çağırılan funksiyaya geri qaytarır. Yəni F2 3 8-ə. Və cavab da elə printə görə 16 olur. 4-də də A variantı. Daha sonra 5-ci sual. İxtiyari n ədədi üçün Python dilində tərtib olunmuş proqramın təyinatını müəyyənləşdirin. Yəni, təyinat olanda əsas variantlara baxaraq, yəni n-ə qiymət daxil etmək daha düzgündür. Mən bura böyük bir 345 yazsam, dövr yəyini çox gedər və təyinatı tapmaq biraz çətin olur. Amma baxıram ki, ikilik say sistemi, 2-yə bölünüb bölünmədiyi, 2-dən fərqli rəqəmləri, 2-nin qüvvəti olmaq, deməli kiçik ədəd daxil etsəm, yəni kifayət edir. Məsələn, bura 3 daxil edirəm n-ə. Əslində bu hissədən mənə bəzi şeylər aydın görünür ki, 2-yə böləndə qalığı götürür, tam hissəni hardasa ikilik say sisteminə bənzəyir, yəni çevirməyə. Yenə də hesablayaq. Deməli, n-ə 3 verdikdə S 0-dır, K-da 1-dir. İndi şərti yoxlayaq. 3 böyükdür 0-dan, bəli. Q bərabər 3-ü 2-yə böləndə alınan qalıq 1. S bərabər S plus, yəni 0 üstəgəl, K vuraq Q. K 1-dir, Q də 1-dir, alınır 1. K bərabərdir, K vurulsun 10-a. 1-i də 10-a vuranda elə 10 alırıq. N də bərabər 3-ü 2-yə böləndə tam hissə, yəni 1. Geri qayıdır əvvələ. N 1 olduğuna görə 1 0-dan böyüdümü? Bəli. Q bərabərdir, N-i 2-yə böləndə qalıq. 1-i 2-yə böləndə, yəni qalıq, elə 1 qalır. S bərabər S üstəgəl, yəni 1 plus, K vurulsun Q. K-nı da Q-ya vuranda 10 alırıq elə, toplayanda 11. K bərabər K vuraq 10. Onu da 10-a vuranda 100. N də bərabər N-i 2-yə böləndə tam hissə. 1-i 2-yə böləndə tam hissə bu dəfə 0 düşür. Bir də geri qayıtsaq dövrə 0 böyüdümü 0-dan yox cavabı alırıq. Və dövrdən çıxır, return S-i qaytarır. S-in də axırıncı aldığımız qiyməti 11 idi. Yəni 11-i F3 funksiyasına geri qaytarır və əgər biz n-ə 3 verəndə 11 almışıqsa, bu 3-ü 11 formasına necə ala bilərik? İkiliyə çevirməklə. Yəni dediyimiz kimi, yəni ikilik say sisteminə çevirir. Yəni başqa bir böyük ədəd də qoysaq, eyni formada işləyəcək, ədədi ikiliyə çevirəcək. 6. Deməli, burada L siyahısı verib 2, 1, 4, 5, 3 formasında və F L-dir funksiya. Onda belə bir şey alınır da, F, L-in yerinə siyahını yazsan, 2, 1, 4, 5, 3 formasında bir funksiya alınır. Və buradan yuxarıya müraciət getsə, yəni funksiyalara görə n-i biz burada alacağıq
2, 1, 4, 5, 3 formasında. İndi len eni hesablasaq 1, 2, 3, 4, 5 alırıq. 5 çıx 1, bu bizə verir 4'ü. Onda i'nin qiymətləri 0-dan 4'ə kimi, yəni 4'ün özünü götürmür. 0, 1, 2, 3 olur. Birinci dəfə indi dövr etsək, yəni i 0 olduqda şərt verib ki, n'də 0 plus 1, yəni n'də birinci element kiçikdirmi n'də sıfırıncı elementdən? Bunu onda indeksləyək. İndeksləsək bunu 0, 1, 2, 3, 4 formasında. N'də birinci element 1'dir. 1 kiçikdirmi n'də sıfırıncı elementdən 2'dən? Bəli, şərt ödənirsə onda t'ni götürür. T'ni n'də sıfırıncı elementə bərabər götürür. Yəni 2'yə. N'də sıfırıncı elementin qiyməti isə dəyişir. N'də birinci elementin qiymətinə bərabər olur. Yəni 1'ə. O zaman bilirik ki, burada üstünə xətt çəkirik. N'də birinci, yəni n'də sıfırıncı elementin üstünə xətt çəkib yazırıq 1. Çünki qiyməti dəyişilib. Bu artıq 1'dir. N'də deməli i plus 1, yəni 0 plus birinci element isə t'yə bərabər olur. Yəni 2'yə. N'də birinci elementində onda üstündən xətt çəkib yazırıq 2. Və bu birinci dövr idi. Buradan əvvələ, bax bu hissəyə geri qayıdır. İkinci dəfə i'nin qiyməti olur 1. i 1 olduqda şərti yenidən yoxlayaq. N'də 1 plus 1, yəni ikinci element kiçikdirmi n'də birinci elementdən? N'də ikinci element 4'dür. 4 kiçikdirmi n'də birinci element 2'dən? Xeyr. Şərt ödənmir deyə birbaşa, yəni əvvələ geri qayıdırıq. Və üçüncü dəfə dövrə qaydanda i'nin qiyməti olur 2. i 2 olduqda şərti yenidən yoxlayırıq. N'də 2 plus 1, yəni üçüncü element kiçikdirmi n'də ikinci elementdən? Üçüncü element deməli burada 5'dir, ikinci element isə 4'dür. Burada da yenə yox cavabı alırıq. Ona görə geri qayıdırıq yenidən əvvələ. i'nin qiyməti 3 olduqda bu sonuncu dövrdür. N'də 4-cü element kiçikdirmi n'də 3-cü elementdən? Bəli, şərt ödənir. N'də 4-cü element 3'dür, 3-cü element isə 5'dir. 3 5'dən kiçik olduğuna görə hesablayırıq. T bərabər olur n'də, yəni 3-cü elementə. 5'ə. N'də i'nci element isə, yəni 3-cü element isə bərabər olur n'də 4-cü elementə. Yəni n'də 3-cü element bərabər olur 3'ə. Bunun üstünə xətt çəkib 3 yazırıq. N'də 3 plus 1, yəni 4-cü element isə t'yə bərabər olur, yəni 5'ə. Bunun da üstünə xətt çəkib 5 yazırıq. Deməli 1, 2, 4, 3, 5. Yeni siyahı bu formada alınacaq. 1, 2, 4, 3, 5 formasında. Bu da olur Y variantı. Növbəti n'in qiyməti belə bir sətr verilir və bilirik ki, split sətri siyahıya çevirir və siyahıya çevirən zamanda splitin daxilində heç bir simvol vermədiyinə görə, yəni boşluq simvolu əslində, hər boşluğu görəndə kəsərək sətri siyahıya çevirir. Olur n bu formada, yəni siyahıya çevriləcək və bundan sonra isə dırnaq açılıb nöqtə join Fn yazılıb. Biz Fn'i bilmədiyimizə görə n'in yerinə bu siyahını yazsaq, yəni Fn funksiyasının qiymətini bilmirik. Əvvəlcə onu gedib yuxarıdan, yəni proqramdan tapmalıyıq defdən. Ondan sonra buna, yəni götürülən qiyməti join vasitəsilə yenidən sətrə qaytaracağıq. İndi bu funksiyaya yuxarıya müraciət etsəm, onda x, yəni f bu siyahıya əsasən x-in qiyməti həmin siyahının qiymətinə bərabər olacaq. Və burada indi dövr gedəcək 0-dan len x-ə qədər. Len x da 1, 2, 3, 4, yəni bura 4 yazsam, i'nin qiymətləri 0, 1, 2, 3 olur. 4 dəfə dövr gedəcək. İndi birinci dəfə şərti yoxlayaq. Len x da i'nci element. Nömrələsək bu siyahının elementlərini 0, 1, 2, 3 kimi nömrələyəcəyik. Və n'də
Len x-da i-nin qiyməti birinci dəfə sıfırdır da hələ ki dövrdə. Ona görə x-da sıfırıncı element yazıram. X-da sıfırıncı elementin uzunluğu 2-dən çoxdurmu? X-da sıfırıncı element 15'dir. 15'in uzunluğu, yəni simvolların sayı 2'dir. 2 2-dən böyükdür. Xeyr. Onda əks haldanı hesablayır. Yəni x-da sıfırıncı element bərabər olur. X-da sıfırıncı elementin 2 qatına. Yəni özünün 2 mislinə bərabər olur. Yəni dırnaqda 15'i vururuq 2'yə. Ədədi də sətrə vuranda bilirik ki, ədəd qədər sətr qaytarır. Deməli, x-da sıfırıncı element dəyişir. Olur dırnaqda 1, 5, 1, 5 formasında. Və növbəti dəfə, ikinci dəfə i-nin qiyməti 1 olduqda, çünki buradan geri qayıdır əvvələ, len x-da birinci element böyüdümü 2-dən? X-da birinci elementin uzunluğu bəli 3-dür, 2-dən çoxdur. Bu zaman şərt ödənir və x-da birinci elementi bərabər götürür. STR-i hələ ki saxlayaq. X-da birinci elementi tam tipə çevirir. Yəni 123'ü dırnaqda 123 daxı, onu tam tipə çevirir, ədəd kimi 123 götürür. 2'yə vurur, sonra sətr tipinə çevirir. 2'yə vursa 246 düşəcək. Bunu isə sətr tipinə çevirəndə dırnaqda 246 olacaq. Yəni dəyişib x-da birinci element 246 olur. Və burada məntiqi artıq tutduq. Hansı elementin uzunluğu, yəni simvollarının sayı 2-dən çoxdursa, yəni ən azı 3 rəqəmlidirsə, əvvəlcə onu 2'yə vurur, sonra sətr tipinə çevirir. 7'də yox, amma 100'də bu alınacaq. Çünki simvolların sayı 2'dən çoxdur. Onda bunu əvvəlcə 2'yə vuracaq, 200. Sonra isə sətr tipinə çevirəcək, dırnaqda 200 olacaq. Amma hansının ki simvollarının sayı 2'dən çox deyil, onda həmin elementi 2'yə vurur. Dırnaqda 7'ni də 2'yə vuranda 2 dənə 7 qaytarır. Yəni ədəd qədər sətr. Alınmış yeni siyahı bu formada olur. Dırnaqda 5, sonra dırnaqda 246, dırnaqda 7, 7 və dırnaqda 200. Və bu funksiyanı return x-ə görə, yəni x-in qiyməti daxil, axırıncı funksiyaya, yəni f, bax bu siyahıya fn funksiyasına geri qaytarır və burada əgər, indi silim, siyahını əgər yeni siyahını bu formada almışamsa, yəni elə ki bunun yerinə bu siyahı yazılıb da, onda dırnaqda join x-in bu siyahısı verilibsə, join də siyahını sətrə çevirir axı. Bu siyahını sətrə çevirəndə də dırnağın içində heç nə verilmədiyinə görə bitişik çevirəcək elementləri. 15, 15, 246, 77 və 200 formasında. Print də dırnaqları atıb çapa verir. 15, 15, 246, 77, 200 olur C variantı. Sonra növbəti sual 8. Aha, yenə bir siyahı verilib. Siyahı deməli L siyahısıdır və X həmin siyahının elementlərini götürür. X-in onda birinci qiyməti olur L siyahısının birinci elementi, yəni 234. S bərabər S plus, yəni 0 üstəgəl F X, yəni 234 alınır. Biz isə 234'ün qiymətini bilmirik. Ona görə bu hissədən tapmalıyıq. Bu isə F234 yazanda n'in qiyməti elə 234'ə bərabər olur. Və burada str n yazılıb. Yəni n'i dırnaqda yazacaq. Onda i həmin bu dırnaqda 234'ün elementlərini bir-bir götürəcək. i bərabər olacaq dırnaqda 2'yə əvvəlcə. İndi r-i hesablasaq, r bərabər r plus, yəni 0 üstəgəl int i-yə. Bu dırnaqda 2'ni də int tipinə çevirəndə ədəd kimi 2 olacaq. Buradan geri qayıdacaq əvvələ, i-nin növbəti qiyməti sətrin o biri elementi olan dırnaqda 3 olacaq. R bərabər R plus, yəni 2 üstəgəl int i-yə. Yəni dırnaqda 3'ü tam tipə çevirəndə 2 plus 3 yaranacaq. Üçüncü dəfə i-nin qiyməti dırnaqda 4 olacaq və yenə də R bərabər R plus, yəni 2 üstəgəl 3 plus int i, yəni 4. Və dövr bitəcək, çünki burada yəni ədədin rəqəmləri qutardı.
Sətrin elementləri bitdi. R-də fikir versək, bu ədədi, yəni 234-ün rəqəmlərinin cəmini hesabladı. 2 üstəgəl 3, 5, 5 üstəgəl 4 oldu 9. Deməli, aldığımız bu 9 qiymətini həmin o F234-ə geri qaytaracaq. Və F234 9-dursa, onda S-in qiyməti 9 olacaq. Və bir dənə dövrdən mən artıq, yəni funksiyanın, proqramın təyinatını müəyyənləşdirdim. Hansı ki, burada növbəti dəfə x12-ni götürəndə S bərabər S plus, yəni 9 üstəgəl F12 alınacaq. Bu dəfə də F12-ni yazanda 12-nin rəqəmləri cəmini götürəcək. Yəni F12-nin qiyməti 3 olacaq. Onda belə çıxır ki, bu siyahının elementlərinin rəqəmləri cəmini cəmləyir S. Hansı ki, bu 9 olacaq, bu 3 kimi olacaq. 11, deməli 7, 18, bu 8, bu yenə 9. Və bu qiymətlər öz aralarında S cəmləyəcək. Və bunları da toplasaq, 9-un üstünə 3, 12, deməli 18, 8 plus 9, 36, deməli o da 11, alınacaq 47, olacaq 8-də D variantı. 9. Ümumiyyətlə, Python misallarının demək olar çoxsunda bu formadadır. Yəni, əvvəlcə 1-2 dövrü yazıb, məntiqi tuturuq. Ondan sonrasını təbii ki, elə misal olur, düzdür, axıra qədər yazmalı oluruq, məntiqlə olmur. Amma çox misalda, yəni məntiqlə tutub, qalan dövrləri yazmayıb qısaltmaq lazımdır. Yoxsa vaxt itkisi olar. F5-ə görə buradan yeni biz 5 alırıq. Bu da elə misallardan biridir. Yəni, məntiqlə 1-2 dövrü yazıb tapmalıyıq. 1 olduqda birinci dəfə 1, yəni kiçik bərabərdirmi 5-dən? Bəli. Onda print i vuraq setir i alınır. 1-i setir i-yə vursaq, yəni dırnaqda 1-ə, ədəd qədər sətr alacaq. Print çapa verir axı. Yəni, bir dənə 1 çap olunacaq. i 1 vayda artıq 2 olur. Növbəti dəfə 2 kiçik bərabərdirmi 5-dən? Bəli. i-nin 2 qiymətini setir i-yə vurur. Onda 2 dənə 2-ni çap eləyəcək. Və artıq məntiqlə bir tutmaq olur ki, i-nin qiyməti sonra 3 olanda növbəti dəfə 3 dənə 3 çap olunacaq. 1, 2 dənə 2, 3 dənə 3, hara qədər gedəcək dövr? 5-ə kimi. Çünki i kiçik bərabər 5-dir də, 5 dəfə dövr getməlidir. Onsuz da fikir versək, bütün variantlarda da 5-ə qədərdir, yəni cavablar. 4 dənə 4 və sonra da 5 dənə 5-i çapa verəcək. Bu da olacaq Y variantı. 10. F16 24'dür funksiya və burada A-nın qiymətini biz 16, B-nin qiymətini isə 24 alırıq. P bərabər A vur B-dir. Yəni 16 vuraq 24 kimi saxlayaq. Aha, bu proqramdan artıq mən bilirəm ki, əbob tapılacaq. Amma yenə də bilmiriksə, yəni proqramı yazıb tapa bilərik. Ancaq iki ədəd bir-birinə bərabərləşənə qədər, deyir ki, nə qədər ki, bir-birindən fərqlidir, hansı böyükdürsə, böyükdən kiçiyi çıx. Yəni, bir-birinə bərabərləşənə qədər bu bilir ki, əbobu hesablayır. Yenə də bilməyənlər üçün yazıram. 10 fərqlidirmi 24-dən? Bəli. Və şərt verib ki, 16 böyükdürmü 24-dən? Xeyr. Onda əks halda B-dən A-nı çıxır. 24-dən 16-nı çıxıb 8 alır. Buradan əvvələ geri qayıdır. Və A, yəni 16 fərqlidirmi B-dən? 8-dən, bəli. İndi A 16-dır, 16 böyükdürmü 8-dən? Bəli. Onda şərt ödənib deyə A-dan B-ni çıxır. 16-dan 8-i çıxıb 8 alır. Bir də geri qaydanda əvvələ artıq şərt ödənmir. 8 fərqlidir 8-dən, xeyr. Və fikir verilirsə, ikisi bir-birinə bərabərləşdi və bitdi, yəni dövr. Həqiqətən də 16 ilə 24-ün əbobu 8-dir. Və dövr bitir, sonra Y-ni hesablayır.
Bu da əslində əkobu deyərdim hesablayır. Çünki 2 ədədin hasilini, yəni 16 vur 24-ü onların əbobuna bölür, yəni 8-ə. Burada da ixtisar gedib 48 alınır. Yəni bu 2 ədədin əkobunu tapdı Y. Daha sonra return A plus Y-ni götürür. A deməli 2 ədədin əbobu idi. Y isə əkobudur. Yəni əbobla əkobun cəmini götürür, olur. Onda D variantı. Sonra 11-ci sual. Aralarında bir boşluq simvolu olmaqla sözlərdən ibarət ingilis əlifbasının deməli simvollarından ibarət S mətni üçün alt proqram nəyi geri qaytarır? S-in yerinə bir sətir tipi yazaq. Olsun bu formada. A, B boşluq qoyuram. Çünki deyir aralarında bir boşluq olmalıdır. C, D, Y yazdım. Bir dənə də boşluq qoyub F yazıram. Nəyə görə? Çünki variantlara fikir verirəm ki, ən uzun söz var, ən qısa söz var. Ona görə məsəl üçün birinin uzunluğunu 2, birini 3, birini 1 götürürəm. Və yaxud baxıram hər bir sözün uzunluğu var. Çalışıram ki, buradakı sözləri, yəni söz deyil, indi sətir kimi yazmışam. Yəni bu simvolları, yəni fərqli-fərqli uzunluqda yazım ki, təyinatı tapa bilim. İndi n bərabər olur S-dən dırnaqda boşluğun indeksinə. Bunu da indeksləsək 0, 1, 2, 3, 4, 5, 6, 7. Deməli, gəlir düşür buradan 2-yə. S də bərabər olur. S-də n plus 1, yəni 2 plus 1, 3 qoşa nöqtəyə. 3-dən sonraki simvolları götürür onda. Yəni C, D, Y, boşluq qoyur F. Bu formada olur. Artıq I S sətrinin simvollarını bir-bir götürəcək. Birinci dəfə i-nin qiyməti olacaq dırnaqda C. Deyir, dırnaqda C fərqlidirmi dırnaqda boşluqdan? Bəli, onda C-ni bir vahid artırır, yəni 1 olur. 0 idi, 1 olur. Və şərt verib ki, C, yəni 1, kiçikdirmi M-dən 2-dən? Bəli. Onda M-i C-yə bərabər götürür, yəni 1-ə. Və buradan sonra geri qayıdır əvvələ. İkinci dəfə i-nin qiyməti dırnaqda D olur. Və dırnaqda D fərqlidirmi dırnaqda boşluqdan? Bəli. C-ni bir vahid yenə artırır, 2 olur. C, yəni 2, kiçikdirmi M-dən? 1-dən? Xeyr. Şərt ödənmirdi, onda geri qayıdır əvvələ. Üçüncü dəfə i-nin qiyməti dırnaqda Y olur. Dırnaqda Y fərqlidirmi dırnaqda boşluqdan? Bəli. C-ni bir vahid artırır, deməli 2 idi, 3 olur. 3 kiçikdirmi M-dən 1-dən? Xeyr. Onda yenə geri qayıdır əvvələ və növbəti dəfə hansı ki i-nin qiyməti dırnaqda boşluq olur. Dırnaqda boşluq fərqlidir dırnaqda boşluqdan? Xeyr. Onda bu ifin əks haldasına görə C-ni sıfırlayır. 3 7, yəni 0 oldu təzədən. Və 5-ci dəfə i-nin qiyməti dırnaqda F-ə bərabər olur. Dırnaqda F fərqlidirmi dırnaqda boşluqdan? Bəli. C-ni bir vahid artırır, 1 olur. Və C, yəni 1, kiçikdirmi M-dən 1-dən? Xeyr. Onda yenə geri qayıdır əvvələ və dövr bitir, çünki sətrin bütün simvollarını götürdüm. Və return M-i istəyir. M-in də qiyməti elə 1 olaraq qalıb. Yəni bu biri axırıncı çağırılan funksiya F-ə geri qaytarır. Və cavab buradan yəni 1 kimi olur. Və baxaq görək, daxil etdiyimiz sətir bu idi da. Burada bir nəyi ifadə edir? Ən uzun sözün uzunluğu. Ən uzun söz S-D, Y-dir. Bunun uzunluğu 1 deyil. Və həqiqətən ən qısa söz bir dənə F-dir. Bu F-in uzunluğunu götürüb. Deməli, ən qısa sözün uzunluğunu, yəni hesablayıb. Daha sonra, ixtiyari en natural ədədi üçün proqram nəyi hesablayar? Yenə deməli qiymət verib hesablayaq və fikir versək, dövr n-ə qədər gedir və n-ə kiçik bir ədəd 3 verməklə proqramı tez bitirə bilərik. Burada R, yəni 1, kiçik bərabərdirmi 3-dən? Hər cavabı alırıq. S bərabər S plus 0 üstəgəl F, R, yəni 1 alınır. F1-i bu hissədən tapsaq, x-in qiyməti 1 olur və bu dəfə x 1-dirsə, burada yenidən dövr gedir. 1 kiçik bərabərdirmi 1-dən, yəni x-dan? Bəli. P bərabər P vuraq i-yə.
1'i də 1'ə vuranda elə 1 alınır. i1 vahid artır 2 olur. Geri qayıdır əvvələ. i2-dir də. 2 kiçik bərabərdirmi x-dan? Yəni 1-dən xeyr cavab alır. Və return p-yə görə p-nin aldığımız bu 1 qiymətini axırıncı funksiyaya, yəni f1-ə geri qaytarır. Əgər f1 1-dirsə, onda bura yazıram 1. Və bundan sonra davam edirəm. J 1 vahid artır. 1 idi, 2 olur və burada dövrü davam elətdirirəm. İkinci dəfə 2 kiçik bərabərdirmi 3-dən hər cavabı alıram. Və s bərabərdir s plus fc, yəni 1 üstəgəl f2 alınır. Bu dəfə funksiya f2 formasındadır. Bura f2 yazsam, bu dəfə x-in qiyməti 2 olur. Və 1 kiçik bərabərdirmi? Yəni i-nin qiyməti 1 idi yenə. 1 kiçik bərabərdirmi 2-dən həm? P bərabər P vur i. Yəni 1 vur 1, elə 1 alırıq. i1 vahid artıq 2 olur. Növbəti dəfə 2 kiçik bərabərdirmi 2-dən hər cavabı alırıq. P bərabər olur 1 vuraq 2-yə. i isə 1 vahid artıq 3 olur. Növbəti dəfə geri qayıtsaq 3 kiçik bərabərdirmi 2-dən yox cavabı alırıq. Və p-nin bu axırıncı qiymətini dövr bitir deyə f2-yə geri qaytarır. Fikir versək, birinci dəfə biz f1-i 1 vur 1 kimi almışdıq. Bu bir faktorial kimi göstərə bilərik də. Çünki variantlara baxıram, növbəti dəfə 1 vur 2 alınır axı p-nin qiyməti. Bunu f2-yə qaytarır. 1 üstəgəl 1 vur 2 alınıbsa, deməli burada f3 alınanda da f3-ə də 1 vur 2 vur 3-ü qaytaracaq. Bu da faktoriallar cəmi olacaq. Yəni 1 faktorial üstəgəl 2 üstəgəl 3 faktorial. Mən burada n-ə 3 götürmüşdüm, qısa olsun deyə dövr. Yəni n olanda da n faktoriallar kimi ədədlərin cəmini hesablayacaq. Olacaq C bəndi. 13. Deyir ki, bu ədədlərin hər biri parametr kimi götürülərsə, parametr kimi ötürülərsə, alt proqram neçə dəfə 4 rəqəmini geri qaytarır? Aha. Parametr burada nədir? Bu fn funksiyadır. Parametr burada n-dir. Və deyir ki, n-ə bu qiymətlər ötürülərsə, proqram neçə dəfə return-də, yəni 4 qiymətini qaytarır. İndi bir dənəsini yoxlasaq, artıq proqramın təyinatını tapacaq. O birlərə artıq asan şəkildə tətbiq etmək alınacaq. F 4004 yazsam, M sıfırdır, dövr eləyək. 4004 sıfırdan fərqlidirmi? Bəli. Deyir ki, n-i ona böləndə alınan qalıq. Yəni, bunu ona böləndə qalıq 4 düşür. 4 böyüdümü m-dən sıfırdan? Bəli. Onda n bərabər olur. Həmin o n-in ona bölünməsindən alınan qalığa. Yəni 4-ə. N də bərabər olur n-i ona böləndə tam hissəyə. Yəni 400-ə. Geri qayıdır əvvələ. 400 fərqlidirmi sıfırdan? Bəli. N-i ona böləndə qalıq. 400-ü ona böləndə qalıq 0 düşür. 0 böyüdümü m-dən? 4-dən? Xeyr. Yox cavabı alır və burada artıq deməli, burada yox cavabı almışıqsa, m elə 4 kimi qalır. Və n-in ona bölünməsindən alınan tam hissəni götürür. 400-ü də deməli, ona böləndə tam hissə düşür 40. Geri qayıdır əvvələ. 40 fərqlidirmi sıfırdan? Bəli. 40-ı ona böləndə qalıq 0-dır. 0 böyüdümü m-dən? 4-dən? Xeyr. Onda yenə n-i hesablayır, şərt ödəmir deyə buranı hesablayamır, n-i götürür. 40-ı ona böləndə tam hissə 4 qalır. 4-cü dəfə geri qayıdır əvvələ. 4 fərqlidirmi sıfırdan? Bəli. 4-ü ona böləndə qalıq 4 düşür. 4 böyüdümü m-dən? 4-dən? Xeyr, yox cavabı alırıq. M bərabər olur n-in ona bölünməsindən alınan qalığa. Yəni 4-ü ona böləndə qalıq da elə 4 düşür. Və n də bərabər olur n-i ona böləndə tam hissəyə. Yəni 4-ü ona böləndə tam 0 düşür bu dəfə. Əvvələ geri qayıtsa 0 fərqlidirmi sıfırdan? Yox cavabı alırıq. Və dövr bitir, onda return m-i, yəni m-in axırıncı qiyməti 4 qalıb. Bu 4-ü ən son çağırılan funksiyaya geri qaytarır. Və bizə deyirdi ki, alt proqram neçə dəfə 4 rəqəmini geri qaytarar. Deməli, bu ədəd üçün bir dəfə geri qaytardı. İndi məntiqi tutub digərlərinə tətbiq etmək lazımdır. Və fikir verirsə, bu ədədin hər dəfə rəqəmlərini götürür. Bir dəfə 4-ü götürdü, sonra növbəti dəfə 0 oldu. Və hansı ki, m-dən, yəni 0-dan böyük idi,
M həmin o qiyməti özünə götürdü. Və burada elə ədədin rəqəmi, axırıncı rəqəmi 4 idi deyə, 4 sıfırdan böyük idi. Və M həmin o 4-ü özünə götürdü və sonra da həmin o 4 qiymətini özünə qaytardı. Və biz baxırıq ki, hansı ədədlərdə 4 rəqəmi varsa, deməli o ədəd, yəni bu şərti ödəyəcək. Burada yoxdur, heç birində bunların 4 rəqəmi yoxdur. Burada deməli 3 dənə ədəddə 4 rəqəm var. Ona görə 3 dəfə, yəni 4 qiymətini geri qaytaracaq. Olacaq 13-də D variantı. Tək və cüt rəqəmlərdən ibarət ixtiyari bir n ədədi üçün alt proqram nəyi geri qaytarar? Aha. Elə şərtdə də deyir ki, əslində tək və cüt rəqəmlərdən ibarət bir ədəd olmalıdır. Ona görə biz elə bir ədəd yazaq ki, həm daxilində tək ədəd olsun, tək rəqəm olsun, həm də cüt rəqəm olsun. Məsələn, yazıram burada n-in əvəzinə f341. Yəni həm cüt var, həm də tək var. Ədədi kiçik vermək məsləhətlidir ki, proqram da tez bitsə, təyinatı tez görə bilərik. İndi n, yəni burada 341-dirsə, n-i 2-yə böləndə qalıb 1-dirmi? Yəni 341-i 2-yə böləndə qalıb 1-dirmi? Bəli. Onda c-ni bir vahid artırır, 0 idi 1 olur. 341-i 10-a böləndə tam hissəni götürür, 34-ü. Növbəti dəfə 34-ü 1-ə böləndə, 2-yə böləndə alınan qalıb 1-dirmi? Xeyr. Və bu while olduğuna görə şərt ödənmir deyə dövrdən çıxırıq. Elə c-nin bir qiymətini f341-ə geri qaytarır. Nə vaxt dövrdən çıxdıq? N-i 2-yə böləndə alınan qalıq 1 deyilsə, deməli ədədin ən sonuncu cüt rəqəmində şərt qurtarır. Çünki 34 aldım və 34-ü 2-yə böləndə qalıb 1 olmadı deyə mən dövrdən çıxdım. Deməli ədədin axırıncı cüt rəqəmindən sonra dövr bitirsə, ancaq soldakı, özündən sağdakı tək rəqəmləri sayır. Çünki ədədin rəqəmi tək olduqda c-ni bir vahid artırmışdı. Və 4-dən də sağda bircə dənə tək rəqəm olduğuna görə c 1 oldu. Məsəl üçün, ədəd belə olsaydı, 3457, 5 belə bir ədəd olsaydı, onda axırıncı cüt rəqəm 4-dür, 4-dən sağdakı tək rəqəmlər 3 dənə olduğuna görə c-nin qiyməti 3 olacaqdır. Yəni, sonuncu cüt rəqəmdən sonrakı tək rəqəmlərin sayını götürür. 14-də olur B variantı. 15-ci suala baxsaq, Python dilində deməli tərtib olunmuş proqramın nəticəsini müəyyənləşdirin deyir. Və burada print f-nə görə f dırnaqda dim sözü alırıq və hansı ki f-s funksiyasına, yəni tətbiq olunsa, S-in qiyməti burada dırnaqda dim sözünə bərabər olacaq. İndi hesablasaq, birinci dəfə i-nin qiyməti S sətrinin birinci simvolu olur, yəni dırnaqda D. R bərabər olur i plus, yəni dırnaqda D üstəgəl R, dırnaqda boşluq üstəgəl i-yə, yəni dırnaqda D-yə. İki sətri, yəni burada onsuz da dırnaq açılıb bağlanır, boşluq da yoxdur, ona görə sətirləri toplayıb birləşdirir. Sonra geri qayıdır buradan əvvələ. I-nin növbəti dəfə qiyməti dırnaqda i hərfi olur. R bərabər olur i üstəgəl, yəni dırnaqda i üstəgəl R, dırnaqda 2 dənə D, üstəgəl i-yə, yəni dırnaqda böyük i-yə. Bunları toplayanda da yenə birləşmə yaranır, belə bir sətr alınır. Üçüncü dəfə i-nin qiyməti dırnaqda m hərfi olur, yəni S sətrinin növbəti simvolu. R bərabər olur i, yəni dırnaqda m üstəgəl R, i, d, d, i, üstəgəl i-yə, i-nin qiyməti də dırnaqda m-dir. Toplayanda bunları birləşmə yaranır, m, i, d, d, i, m. Və dövr bitir, çünki S sətrinin simvolları qutardı. Ondan sonra return m-ə görə m-in bu qiymətini axırıncı çağırılan funksiyaya, yəni f-dimə geri qaytarır. Və printdə də həmin funksiya verildiyinə görə, yəni bu r-in qiymətini çapa verir. M, deməli i, d, d, i, m olur 15-də C variantı. Sonra 16-cı sual. Funksiya bu formadadır və yuxarıya müraciət getsə F1, 4, 3 kimi, F2, 1, 4, 3 kimi
A-nın qiyməti olur 2 uyğun olaraq, B-nin qiyməti 1, C-nin 4, D-nin isə 3. A böyükdürmü D-dən? Əmd olanda bilirik ki, iki tərəfdə də hə cavabı alınmalıdır ki, şərt ödənsin. Bir tərəfdə yox cavabı aldıqsa şərt ödənmir. Və A böyükdür D-dən. 2 böyükdürmü D-dən, yəni 3-dən? Xeyr. Yox cavabı aldımsa heç bu tərəfi yoxlamıram. Deməli, birinci şərt ödənmir, onda bunu hesablamıram. If ödənməyibsə əks halda, yəni bu bir şərti yoxlayırıq. Oru olanda isə iki tərəfdən birində hə cavabı alsaq, yəni şərt ödənəcək. A böyükdür C-dən. 2 böyükdürmü 4-dən? Yox. İndi o biri tərəfi yoxlayın, bəlkə burada hə cavabı alınır. 1, yəni B böyükdürmü D-dən? 3-dən? Yox. Hə, iki tərəfdə də yox cavabı alıbsa, onda bu da ödənmir. Gərək bir tərəfdə hə cavabı alınaydı ki, şərt ödənsin. Elif də ödənməyibsə, onda əks haldanı hesablayırıq. D, yəni 3 üstəgəl, B vur C, 1 vur 4, 4, çıxaq A-da 2-dir. 7-dən də 2 çıxanda 5 alınır. Yəni, R-in bu qiymətini ən son çağırılan funksiyaya geri qaytarır və qiymət də elə 5 olur. 17. N və X natural ədədlər üçün funksiyanın geri qaytardığı dəyəri, yəni hansı ifadə ilə müəyyən etmək olar? Yazaq qiymətlər. Burada baxıram ki, N-ə nə qiymət versəm, dövr o qədər gedəcək də, N-dən asılıdır. Ona görə kiçik bir qiymət verirəm. X-in isə elə yoxdur. X-ə istənilən bir qiymət yaza bilərik. 6 da yaza bilərik, 3 də yaza bilərik. Elə bir fərq etməyəcək. İndi hesablasaq, P-ni X-a bərabər götürür. Yəni 6-ya, S də 0 olur. Bundan sonra i-nin qiymətləri 1-dən n plus 1-ə qədər dəyişir. Deməli, 1-dən onda 3 plus 1 4-ə qədər, yəni qiymətlər alacaq. Yazaq. Bura n plus 1 yazsam 3 plus 1 4 olacaq, i olacaq 1, 2, 3, yəni 4-ün özünü götürməyəcək. İndi S bərabərdir. Birinci dəfə i-nin qiyməti 1 olarsa, S bərabər S plus P-ni hesablayır. 0 üstəgəl 6 elə 6 eləyir. P də bərabər P vurulsun X-a. Yəni, P-nin qiyməti 6 idi. 6-nın əslində X-a qiymət verməsəydi olar. Onsuz da düsturda X kimi saxlanıb da. Buradan gəlin X-in qiymətini silək. Elə X kimi qalsın. Onda daha yaxşı görünəcək əslində proqramın təyinatı. Çünki düsturda elə ancaq X-in özünü saxlayıb. P-nin yerinə X yazsam, S-i X alacam. P də P vuraq X-dir. Yəni, X vuraq X eləyir X-in kvadratı. Buradan geri qayıtsa əvvələ, i-nin qiyməti növbəti dəfə 2 olacaq. S bərabər olacaq S üstəgəl P-yə. Yəni, X üstəgəl X-in kvadratına. P bu dəfə P vur X-dir. Yəni, X-in kvadratını X-a vuranda X-in kubu alacam. Üçüncü dəfə i3 olduqda S-i alacam. S plus P. Yəni bu. P bu dəfə x üstü 4 olur, amma i-nin qiyməti bitir deyə dövrdən çıxır. Və fikir versək, n 3 olanda x plus x-in kvadratı üstəgəl x-in kubu aldım. Deməli, n olanda da bu proses davam edəcək x üstü n-ə qədər. Yəni, olacaq B variantı. 17 belə, 18. Aha. C nöqtə split. F S-i istəyir. Əvvəlcə bir S-in qiymətini hesablayaq. Və C-də də bu sətirləri toplayıb. Və A ilə B-nin qiymətini də burada sətir kimi yazsaq, bütün sətirləri toplayanda birləşmə yaranır. Sadəcə əvvəlcə hələ C-nin qiymətini buradan yazın və birinci sözü yazır. Bundan sonra fikir versək, boşluq var. Ona görə biraz boşluq qoyur, əslində sətirləri toplayanda birləşdirir. Amma bu boşluğa görə biraz boşluq yaranır. Sonra A-nın qiymətini yazır. A-nın qiyməti nədirsə, onu yəni qeyd edir. Mən qısaca yazacağam. Sonra center. Sonra bundan sonra növbəti sətri götürməlidir, yəni bunu. Və fikir versək, of sözünün qarşısında boşluq var. Ona görə center'dan sonra boşluq qoyur, sonra of digər sözü yazır və yenə burada boşluq var deyə biraz boşluq qoyur və B-ni götürür. Yəni Respublik of Azərbaycan və s.
Deməli, bunu cümlə kimi düzdür də. Bütün sözləri yan-yana düzəndə bir cümlə kimi alındı. Split də sətri siyahıya çevirir. Mötərizənin içərisində heç nə vermədiyinə görə boşluq yəni sayılır da. Hər boşluğu görəndə kəsir və sətri siyahıya çevirir. Deməli, bu cümlənin sözlərini bir siyahı formasına salır. Olur bax bu formada. Yəni, hər bir söz siyahının bir elementinə çevrilir. Mən davamını yazmıram. Proqramın görüm təyinatı hələ necə gedir. Bəlkə hamısı bizə lazım olmayacaq heç. Buradan deməli, əgər S-i bu formada aldımsa, S-ə görə yəni F siyahı bu formada funksiya belə alınacaq. Yuxarıya müraciət getsə, X-in qiyməti onda S siyahısına bərabər olacaq. Yəni bu siyahıya. İndi i də x-in qiymətlərini, yəni siyahının elementlərini bir-bir götürür. Birinci dəfə i-nin qiyməti siyahının ilk elementi olur. Və i.lower'a görə bütün hərflər kiçikləşir. Sonra deyir ki, i-də a-ların sayı m-dən, yəni sıfırdan çoxdurmu? Burada heç a hərfi yoxdur, onda count elə sıfırı qaytarır. Sıfır da sıfırdan böyük deyil. Şərt ödənmir deyə geri qayıdır. İkinci dəfə i-nin qiyməti siyahının növbəti elementi olan bu söz olur. Və bütün hərfləri kiçildir, bu formaya salır. Və deyir ki, i-də a-ların sayı m-dən çoxdurmu? Bəli, a-ların sayı bir dənədir, bir sıfırdan çoxdur. Onda deyir ki, i bərabər olsun, həmin o m bərabər olsun, həmin o i-də a-ların sayına. Yəni, bir dənədirsə, 1-ə bərabər olsun. Və buradan geri qayıdır əvvələ. Aha, indi başa düşdüm. Deməli, bu nə qədər dövr eləyir? Bütün siyahının elementlərini bir-bir götürəcək. Hansı sözdə A hərfi varsa, yəni M-dən çoxdursa, onda şərt ödənir. Və burada A hərfi olmayan sözləri çıxıram. Bax, növbəti center sözü gəlir. Burada artıq A hərfi yoxdur, şərt onsuz da ödənməyəcək. Yəni M-i hesablamayacaq. Respublik sözündə də yoxdur A hərfi. Düzdür, ondan sonra deməli bu gəlir. Bu sözlərdə də yoxdur A hərfi. Burada bir dənə verilmiş ikinci sözdə A hərfi var və 2 dənədir. Və A-ların sayı, yəni 2, böyüdümü M-dən? 1-dən, hə, şərt ödənəcək. M bərabər olacaq həmin bu sözdəki A-ların sayına, yəni 2-yə. Belə çıxır ki, hansı sözdə A hərfi çoxdursa, M həmin o A hərflərinin sayını götürür. Və gələcək, burada da A hərfi normalda 2 dənədir balaca A hərfi. Amma i.lower eləyir axı. Şərti yoxlamamış. Ona görə bütün A-lar balacalaşır. Yəni, birinci A da balaca A kimi olsa, onda A-ların sayı 3 olur. Yəni, 3 böyüdümü M-dən 2-dən, hə? Onda M bərabər olur həmin buradakı A-ların sayı olan 3-ə. Ona görə, yəni, ən çox hansı sözdə A hərfi varsa, M həmin o sayı götürür. Yəni, 3-ə bərabər olur. Yəni, return M-ə görə də bu 3 qiymətini həmin o funksiyaya geri qaytarır. Cavab 3 alınır. Sonra 19. 19-cu sualda isə belə bir sətir verib və F A-ya görə, yəni A-nın yerinə bu sətri yazsa və s. yəni belə bir sətr alınır. Funksiya bu formadadırsa yuxarıya müraciət gedir. Onda x-in qiyməti elə bu sətrə bərabər olur. Yəni ki, A-ya bərabər olur. Təzədən yazmıram. İndi birinci dəfə i-nin qiyməti 0 olur. Len x-ə qədər dövr gedir. Len x-i tapmasaq da olar. Onsuz da len, yəni bu sətrin simvollarının sayı qədərdir də. Yəni dövr o qədər gedəcək. i bərabər 0-dırsa, f x-da 0-cı element şərt verib ki, böyük bərabərdirmi dırnaqda a-dan və x-da 0-cı element kiçik bərabərdirmi dırnaqda z-dən. Bu nə deməkdir? Askı əlifbasında axı hərflər a-dan z-ə düzülüb. Yəni, burada x-da həmin 0-cı element də gəlib l hərfinə düşür. L-nın həmin o böyük hərflərin aralığına daxil olub olmadığını yoxlaya bilir. Hətta kəsişmədir deyə. Deyir ki, yəni l hərfi a-dan böyük bərabərdirmi və yaxud z-dən kiçik bərabərdirmi? Bu a-dan z-ə hərflər artan sırayla düzülüb. Ona görə l-nı a-dan böyük bərabər və z-dən kiçik bərabər götürə bilir. Onda r bərabər olur r üstə gəl. Dırnaq üstə gəl, sətir i-yə.
i-nin də qiyməti 0-dır. Yəni həmin o l-nın fikir versək indeksidir. Onu sətr tipinə çevirib toplayır 0 alır. Və növbəti dəfə i-nin qiyməti 1 olanda gəlib x-da birinci element kiçik i-yə düşür. Və kiçik i, yəni böyük A ilə böyük Z arasında yerləşərmi? Xeyr. Yəni böyük hərflərin arasında kiçik hərf yerləşməyəcək. Çünki ASCII-də böyük hərflərdən sonra kiçik hərflər gəlir. Və bu kiçik hərf bu aralığa daxil olmadığına görə şərt ödənmir, geri qayıdır. Deməli, şərt nə vaxt ödənir? Ancaq bu sətrin böyük hərflərində şərt ödənəcək. L-da, E-də, J-da və Y-da. Buradan yazıram. L, E, J və Y hərflərində şərt ödənir. Və birincidə baxdım ki, L-nın indeksini götürüb sətr tipində topladı. Deməli, proqramı burada artıq təyinatını anladığıma görə, həmin bu sətirdə böyük hərflərin indekslərini sətr tipində toplamalıyam. Burada da indekslərinə baxsaq, deməli, L-nın indeksi 0 olur, dırnaqda 0, yəni. Sonra E-nin indeksi dırnaqda 1, çünki sətr tipinə çevirir də o indeksləri. Sonra dırnaqda J-nin indeksi 7, Y-nın indeksi isə dırnaqda 13. Bunları da toplayanda birləşmə yaranır. 0, 5, 7, 13 kimi olur. Olur B variantı 19. 20-ci suala baxaq. 20-ci sualda isə verib ki, yenə bu funksiya verilən ədədlərin hər birini parametr kimi ötürərsə, funksiya neçə dəfə bir rəqəmini geri qaytarır. Yenə də bir dənə proqram üçün hesablasaq, təyinatı yəni tapa bilərik. Sonra o birlər üçün qısa məntiqi şəkildə yəni hesablayacağıq. Burada fn-də əvvəlcə parametr kimi n-i yəni 12345 götürürəm. Onda n-in qiyməti bu ədədə bərabər olur. İndi hesablasam, L1-dir, S-in də qiyməti n-in 10-a bölünməsindən alınan qalıb. Bunu 10-a böləndə qalıb 5 düşür. Tam hissə isə 1234 olur. İndi şərt verib ki, bu ədəd 1234 böyükdürmü 0-dan? Hə. R bərabər olur, bu ədəd 10-a böləndə qalıb 4. Və şərt verib ki, 4 fərqlidirmi 5-dən? Hə. Onda L-i 0 götürür, N-i də 0 götürür, L1 idi, ha, 0-a çevrildi. Və bura diqqət etmək lazımdır. Ki, L1 idi, 0 oldu. N də N-in 10-a bölünməsindən alınan tam hissəyə bərabər olur, yəni 123-ə. Və növbəti dəfə geri qayıdır əvvələ, 123 0-dan böyükdürmü? Hə. R bərabər olur 123-ü 10-a böləndə qalıq, yəni 3-ə. 3 fərqlidirmi 5-dən? Yenə hə. L yenə 0 olur, N də 0 olur. Bir dəqiqə. N-i 0 götürübsə, əslində heç biz burada dövr etməli deyildik. Yəni, L 0 olub, N də 0 olubsa, heç 123 olmur da, artıq yəni N 0-dır. 0-ı 10-a böləndə tam hissə 0 qalır və 0 böyükdürmü 0-dan, yox cavabı alıb dövrdən çıxırıq. Fikir versək, yəni burada artıq L-i 0 götürdü deyə, return L-ə görə də L-in 0 qiymətini qaytaracaq. Bizə isə deyir ki, funksiya neçə dəfə bir qiymətini qaytarır. Və biz şərt ödənəndə L-i sıfırladıq. Əslində L-in qiyməti 1 idi. Deməli, burada şərt ödənməməlidir ki, mən L-i sıfırlamayım da, elə 1 olaraq qalsın. İndi baxıram ki, şərti nə vaxt sıfırladım, yəni. R burada ədədin axırdan ikinci rəqəmidir. Çünki biz yəni dövrə girməmiş ədədin axırıncı rəqəmini buradan ayırdıq. Yəni tam hissəni götürdük və R burada ədədin axırdan ikinci rəqəmi oldu. Deməli, bu rəqəm əgər sonuncu rəqəmdən fərqlidirsə, L-i artıq sıfırlayır. Lap axırıncı rəqəm 5 olsun da, tutaq ki. Növbəti dəfə 3-ü götürəcək axı bu R, hər dəfə ona böləndə alınan qalığı götürür. Əgər 3 yenə 5-dən fərqlidirsə, yenə L-i sıfırlayır. Deməli, ədədin bütün rəqəmləri bərabər olmalıdır ki, məsəl üçün bu ədəddəki kimi. Ədədin bütün rəqəmləri bir-birinə bərabər olmalıdır ki, heç vaxt bu şərt ödənməsin. Yəni, ədədin heç bir rəqəmi axırıncı rəqəmdən fərqli olmasın da, hamısı eyni olsun ki, şərt heç vaxt ödənməsin, L1 olaraq qalsın. Və belə ədədlər də biri budur, yəni bütün rəqəmləri bərabər olan. Başqa da elə yoxdur. Yəni, neçə dəfə onda L1 qiymətini qaytarar, elə bircə dəfə olur 20-də Y variantı.
Yəni məntiqlə onu biz yazsaq bütün ədədlər üçün yenə deyirəm, vaxt itkisi olar. İxtiyari en natural ədədi üçün verilmiş funksiya hansı qiyməti geri qaytarır? N-in qiymətinə deməli, yəni qiyməti olaraq baxıram ki, necə ədəd verməliyəm. Yenə variantlara görə gedirəm. Yəni mən bura yenə deyirəm 345, 500 neçə yazsam dövr böyük gedər. Yəni variantlara baxıram ki, ədədin rəqəmləri cəmi sadə ədəd olub olmadığı, rəqəmi sayı mürəkkəb ədəd olmadığı, bölənləri cəmi. Deməli kiçik ədəd versəm daha məsləhətlidir. Çünki sadə, böləni, rəqəmləri say və yaxud mürəkkəb ədəd olmaq üçün kiçik ədəd yazmaq kifayət eləyir. Deməli, bura n-in yerinə məsəl üçün 7 yazıramsa, ya olsun 6 yazıram, daha da kiçik verək. Onda F6 alınanda n buradan 6-ya bərabər olur. Və n 6-dırsa, k bərabər olur n-in 2-yə bölünməsindən alınan tam hissəyə. Yəni, 6-nı da 2-yə böləndə tam hissə burada düşür 3. Və bundan sonra S-i N-ə bərabər götürürük, yəni 6-ya. İndi hesablayaq. I-nin qiymətləri 1-dən K plus 1-ə qədər dəyişir. K 3-dür, 3 plus 1 4-ü verir. Yəni I-nin qiymətləri 1, 2, 3 olur. I 1 olduqda şərt verib ki, N-i I-yə böləndə qalıq 0-dırmı? Yəni N burada 6-dır da. 6-nı I-yə böləndə 1-ə böləndə qalıq 0-dır. Hə. Onda S bərabər S plus I-ni hesablayır. 6-nın üstünə gəlir bu 1-i. İkinci dəfə I-nin qiyməti 2 olur. 6-nı I-yə, yəni 2-yə böləndə qalıq 0-dırmı? Yenə hə. Onda S bərabər olur S üstəgəl I-yə. Yəni 6 plus 1 plus 2-yə. Deməli, üçüncü dəfə I 3 olduqda 6-nı 3-ə böləndə qalıq 0-dırmı? Hə? S bərabər olur 6 plus 1 plus 2 plus 3-ə. Və dövr bitir, I-nin qiymətləri qutarır. S-in bu axırıncı qiymətini ən son çağırılan funksiyaya F6-ya geri qaytarır. Fikir versək, N6 olanda 6-nın bölənlərini cəmlədi. Bu 1, 2, 3, 6, 6-nın bölənləridir. Deməli, həmin ədədin bölənlərin cəmini hesablayacaq proqram. Növbəti sual 22. Yenə bir deməli siyahı verib və x bu siyahının elementlərini bir-bir götürür. Burada x-in birinci qiyməti olur siyahının birinci elementi olan 234-ə. Şərt verib ki, 234 bərabərdirmi F234-ə? Və şərt ödənibsə nəyi hesablayacaq yəni? Yəqin ki, bu C burada boşluqla ayrılmalıydı if-dən. Çünki şərt ödənəndə heç bir şey hesablamasa mənası qalmır. Axı C-ni onda hər dəfə hesablayar. Ola bilsin ki, bu 4 boşluqla sağa yazılmalıydı bu formada. Yəni C bərabər C üstəgəl 1 ki, ancaq şərt ödənəndə C-ni hesablasın. İndi biz şərtin ödənib ödənmədiyini bilmirik. Çünki F34-ün qiyməti bizə məlum deyil. Ona görə yuxarı hissədən tapmalıyıq. F234-ə görə N-in qiyməti olur 234. İndi dövr eləsək, 234 fərqidir 0-dan. Bəli. Onda 234-ü 10-a böləndə qalır 4. T vuraq 10. 0-ı 10-a vuranda elə 0 alır, üstünə də eri gəlir 4 alır. N-i 10-a böləndə tam hissə 23. Geri qayıdır əvvələ. 23 fərqidirmi 0-dan? Hə. 23-ü 10-a böləndə qalıb 3. T vuraq 10. 4-ü 10-a vuranda 40, üstünə də eri gələndə 43. N də bərabər N-i 10-a böləndə tam hissə 2. Üçüncü dəfə 2 fərqidirmi 0-dan? Hə. R bərabər N-i 10-a böləndə qalır. 2-ni 10-a böləndə qalıq elə 2 qalır. T də bərabər T vurulsun 10. 43-ü 10-a vuranda 430, üstünə də 2 gələndə 432. N bərabər N-i 10-a böləndə tam hissə. 2-ni 10-a böləndə tam 0 düşür. Geri qayıtsa artıq şərt ödənmir. Çünki 0 0-dan fərqi deyil və dövr bitdikdən sonra T-nin ən son qiymətini, yəni 432-ni axırıncı çağırılan funksiyaya geri qaytarır. F234-ə. İndi şərti burada yoxlayıram. 234 bərabərdirmi 432-yə? Fikir versək, ədədin özünün tərsinə bərabər olub olmadığını yoxlayır. Əgər ədəd öz tərsinə bərabərdirsə, onda C-ni bir vahid artırır. Yəni 0 idi 1 olur. Deməli, həmin bu şərti ödəyənləri C sayır da onda.
Hansı ədədlər burada siyahıdan öz tərsinə bərabərdir? Çünki x bu siyahının elementlərini bir-bir götürüb yoxlayacaq eyni prosesi. 121-dir öz tərsinə bərabər olan. Onda c-ni 1 vaid artıracaq. 343-dür, bir də 111-dir. Bu 3 ədəd öz tərsinə bərabərdir deyə c də 3 dəfə, yəni sayacaq. Həmin ədədləri olacaq 3. Sonra 23. Deməli, burada y-nin qiyməti olur siyahının birinci elementi olan 2. S bərabər S plus, yəni 0 üstəgəl F2. F2-ni bilmədiyimizə görə bu hissədən tapırıq. Fx-a görə x-in qiyməti 2-yə düşür və y bərabər olur 4 vur x, 4 vur 2 üstəgəl 1-ə, yəni 9-a. Return y-ə görə y-in bu qiymətini F2-yə geri qaytarır. Yəni, S-i hələ ki 9 alırıq. İkinci dəfə i1 olduqda S bərabər S plus Fi, yəni 9 üstəgələk F1 alınır. F1-i bilmirik, yenə geri qaydırıb buradan tapmağa. F1-dən x-i 1 alıram və y 4-ü bu dəfə 1-ə vurub üstünə 1 gəlir. Yəni 5 olur. Return y-ə görə bu 5-i geri qaytarır F1-ə, onda 9 plus 5 alınır. Və burada artıq proqramın təyinatı başa düşülür. Hər dəfə i-nin qiymətləri bunlarda axı. Və i burada həmin qiyməti aldıqda, i-nin bu qiymətləri, məsəl üçün 2-dirsə, F2-yə görə həmin o x-in qiyməti də 2 olur. Yəni, əslində bu qiymətləri x bir-bir götürəcək. Və həmin o qiymətləri 4-ə vurub üstünə 1 gəlir. 4-ə vurub üstünə 1 gəlir hamısını. Sonra da S də həmin o ədədləri cəmləyir. Məsəl üçün, 2-ni 4-ə vurdu 8, üstünə 1 gəldi 9. 1-i 4-ə vurdu 4, üstünə 1 gəldi 5. S də cəmləyir axı bunları. Deməli, növbəti dəfə 4-ü 4-ə vuracaq 16, üstünə 1 gələcək 17. Plus 5-i 4-ə vuracaq 20, üstünə 1 gələcək 21. Bunları da toplayanda, deməli, alırıq 52. Olur cavab 52. 24-də isə funksiya bu formadadır. Əvvəlcə F2 1-i tapmalıyıq ki, buradan ümumi nəticəni tapa bilək. F2 1-də x 2-dir, y isə 1-dir. Və y vur 2. 1-i 2-yə vuranda 2, üstünə də 2 gələndə 4. X bərabər x plus y. X 2-dir, y-in isə qiyməti dəyişib 4 olub. Ona görə dəyişmiş qiyməti götürürük. Yenidən x plus y-dir. Hər ikisinin axırıncı qiymətlərini cəmləsəm 10 alırıq. Yəni onu F2 1-ə geri qaytarır. Əgər F2 1 10-dursa, burada F2 10 alıram və bunu yenidən tapıram yuxarıda. F2 10-da isə x2, y 10 alınır. Y bərabər y vur 2, yəni 10 vur 2, 20, üstünə də 2 gəlsə 22. X bərabər x plus y. X-in qiyməti 2-dir, y-in qiyməti isə 22, toplayanda 24 alırıq. X plus y-i də tapsaq, axırıncı qiymətlərini toplasaq, alırıq 46. Və elə, yəni bu 46-nı returnə görə F2 ona geri qaytarır və n-in qiyməti 46 alınır deyə 46-nı da çapa verir. Yəni ümumi cavab 46 olur. Sonra F6. F6-nı tapmaq üçün burada n-in yerinə 6 yazırıq və şərt verib ki, 6 kiçikdirmi 2-dən? Yox. Burada yox cavabı alıramsa şərt ödəmir, bunu götürür. Yəni F6-ya returnə görə bu qiyməti qaytarır. N6-dır, burada da F5 alınır da 6-1. Buradan F5-i bilmirəm deyə təzədən F5-i yenidən tapmalıyam. Yəni bu hissəyə görə. Bu dəfə n-in qiyməti 5 olur və şərti yoxlayırıq. 5 kiçikdir 2-dən. Yenə yox cavabı alırıq. Onda F5-i tapanda 5 vurulsun F4 alınır. Hara kimi davam eləyir? N-in qiyməti 2-dən kiçik olana qədər davam eləyəcək. Yəni, növbəti dəfə F4-ü tapanda N4 olacaq. 4 2-dən kiçikdirmi? Yox, yenə bunu hesablayacaq. F4 daha doğrusu 4 vurulsun F3 alınacaq. Deməli, burada yazsaq 4 vuraq F3 alınır. İndi F3-ü bilmirik, yenidən geri qayıdıb tapanda n bu dəfə 3 olur, 3 kiçikdirmi? 2-dən yox. Yenə bu dəfə 3 vurulsun F2 alınır. Növbəti dəfə F2-ni tapanda n2 olur, 2 kiçikdirmi? 2-dən yox. Yenə F2 vurulsun F1-i tapır. Artıq F1-i hesablayanda n1 olur və 1 2-dən kiçikdirmi? Hə. Onda return 1-i qaytarır. Yəni F1-in qiyməti 1 olur.
F1 1'dirsə bura 1 yazsam 2 vur 1 2'ni verir. F2 2'dirsə 2 vur 3 6'nı verir. F3 6'dırsa 6 vur 4 24'ü verir. F4 24 ise 4 vur 24 vur 5 120'ni verir. Faktoriyalı hesablayırdım. Deməli F5 120'dirsə onda 6 vur 120'də 720'ni verir. Yəni nəhayət F6'nı 720 olaraq tapdıq. Deməli 6 faktoriyalı hesablayır bu proqram. Sonra bu misalda əvvəlcə birinci F3'ü tapmalıyıq içəridəki. Kənarları silək. Bir neçə dəfə eyni prosesi təkrarlayacaq, çünki iç-içə funksiya şəklində verib. F3'ü tapsaq buradan x bərabər olur 3'ə. Və 3 şərt verir. Böyükdürmü 5'dən? Yox. Onda return x plus 6'nı qaytarır. Yəni 3 plus 6 9. 9'u F3'ə geri qaytarır. Bu isə 9'dursa, bura 9 yazsam, F9 alınır. İndi F9'u tapanda yuxarıya yenə müraciət getsə, bu dəfə x-in qiyməti 9 olur. Şərt verir ki, 9 böyükdürmü 5'dən? Bu dəfə hə cavabı alırıq. Və x-in üstünə 4 gəlir. 9 üstünə 4 olur 13. 13'ü geri qaytarır returnə görə F9'a. F9, bu hissəni silirəm. F9'un yerinə 13 yazaram. Bu dəfə F13 alınır. F13'ü yenə bu hissədən tapsan, x-i 13 alıram. 13 böyükdürmü 5'dən? Hə, onda x-in üstünə 4 gəlir. 13'ün üstünə 4 olur 17. Və F13'ün yerinə də 17 yazanda print 17'ni çapa verir. Yəni ümumi cavab 17 olur. Deməli, növbəti sual. Uyğunlaşdırmadır. Verir ki, ixtiyari en natural ədədinə görə alt proqramlarla bağlı uyğunluğu müəyyənləşdirin. Uyğun variantlara baxanda fikir versək, burada yazıb ki, ədədin ən böyük rəqəmini geri qaytarır. Bütün rəqəmlərinin eyni olub olmadığı, rəqəmləri sayın ən kiçik rəqəmi. Deməli, elə bir ədəd verək ki, ən azı bir 3 rəqəmli olsun və burada təyinatı tapa bilək. Məsələn, N345 olduqda F345 görək nəyi hesablayır. C 0'dır və şərt verib ki, 345 0'dan böyükdürmü? Hə. C bərabər olur 0 idi 1'ə. N bərabər N'in 10'a bölünməsindən alınan tam hissə, yəni 34, geri qayıdır əvvələ. Bu birinci dövr. 34 böyükdürmü 0'dan? Hə. C bərabər olur 1 idi 2'yə. N bərabər olur N'in 10'a bölünməsindən alınan tam hissəyə. 34'ü 10'a böləndə tam 3 düşür, bir də geri qayıdır əvvələ. 3 böyükdürmü 10'dan? Hə. C yenə bir vahid artır olur 3. Və bu dəfə N'in 10'a bölünməsindən alınan tam hissəyə bərabər olur. Yəni 3'ü 10'a bölündə tam 0 düşür. Geri qayıdır bir də əvvələ 0 böyükdürmü 0'dan yox cavabı alırıq. Fikir verin, ədədin rəqəmlərini sayır. Hər dəfə bir vahid azalırıq ədədin rəqəmi. C də həmin o ədədin rəqəmlərini sayır. İndi deyirsiniz ki, C 3 alınıb, ola bilməz ki, burada ən kiçik rəqəmi götürsün. Mən bunu 645 eləsəm, yəni belə 645 yazsam, bu dəfə 64 alınar, sonra 64'ü 10'a böləndə tam hissə 6 düşər və 6'nı 10'a böləndə tam hissə 0 düşər, C yenə 3 qalar. Yəni əslində bu ədədin rəqəmlərini sayır, yəni. Onda 1'ə uyğun olur rəqəmləri sayı. Yəni D variantı. 2'ni tapsaq bu qayda ilə bu dəfə N'ə yenə bir qiymət götürək. Elə olsun 345 fərqi yoxdur. Yəni N 345 olanda C 0'dır. 345 0'dan fərqidirmi? Hə, birinci dəfə dövr gedir. C bərabər C plus, yəni 0 üstəgəl N'in 10'a bölünməsindən alınan qalıb 5'ə. N də bərabər N'i 10'a böləndə tam hissəyə 34'ə. Geri qayıdır əvvələ 34 fərqlidirmi 0'dan? Çünki N'in qiyməti dəyişib. Hə cavabı alırıq, C-ni bir də hesablayır. 5 üstəgəl N'in 10'a bölünməsindən alınan qalıb. 34'ü 10'a böləndə qalıb 4 düşür. N'i 10'a böləndə bir də tam hissə 3 düşür. Yenə geri qayıdır əvvələ. N, yəni 3 fərqlidirmi 0'dan yox cavabı alırıq.
C bərabər olur C üstə gəl, yəni 5 plus 4 plus n-i 10-a böləndə qalıb. 3-ü 10-a böləndə qalıb 3 düşür. N də bərabər n-i 10-a böləndə tam hissəyə, deməli 3-ü 10-a böləndə tam hissə 0 düşür. Bir də geri qayıtsa əvvələ şərt ödənmir, yəni 0 fərqidir, 0-dan yox cavabı alırım. Və burada fikir versək, ədəd 345 idi. Bu ədədin rəqəmlərinin cəmini yəni hesablayır. Çünki C-nin axırıncı qiymətini geri qaytarır F 345-ə və yəni ədədin rəqəmlərinin cəmini hesablayır. Rəqəmləri cəmi 2-yə də olur C. 1-ə D, 2-yə C. Gələk 28, artıq ətraflı suallardır bunlar. Verib ki, elementləri klaviaturadan daxil olunmuş el siyahısının 3 rəqəmli olan sadə ədədlərinin cəmini çapa verən proqram. Əvvəlcə baxıram, deyir elementləri klaviaturadan daxil olunmuş el siyahısı. Birinci bura qədəri biz qurmalıyıq, sonra davamına baxmaq lazımdır. Və bir dənə el siyahısı götürdüm. Boş bir siyahıdır, çünki bizə şərtdə deyir ki, elementlərini klaviaturadan daxil etməlisən, yəni. Mən bilmirəm də neçə dənə element var, yəni. 3 dənə də ola bilər, 5 dənə də. Həmin o elementlərin sayı dövrlərin sayı qədərdir. Yəni, n bərabər yazıram, int input. N dənə bura elə ki, element əlavə etməliyəm də. Və bunu dövrlə edə bilərəm. Məsəl üçün, n5-dirsə, 5 dənə mən elementi əlavə etmək üçün dövr yaradıram. Yazıram for i in range 0-dan n-ə kimi. Ki, yəni n dənə dövr getsin. X bərabər olacaq. Onda, indi siyahıya element əlavə etmək üçün bura yazıram x bərabər int input. Yəni, siyahının birinci elementini daxil elədim klaviaturadan. Bu n siyahının elementi deyil. Bu dövrlərin sayıdır. Çünki bura mən 5 yazsam, i-nin qiyməti 0, 1, 2, 3, 4. Yəni, mən n dəfə, 5 dəfə siyahıya element əlavə edəcəm. Həmin o elementlər x-lar olacaq. Hər dəfə dövr daxilində x-a qiymət daxil edəcəyik. Və bu x-in qiymətini L siyahısına əlavə etməliyəm. Yazıram L.append x. Məsəl üçün, i 0 olanda L siyahısı x-a bir qiymət daxil edirəm. Tutaq ki, 100. Bu 100-ü götürürəm, L siyahısına əlavə edirəm. Sonra i 1 olanda dövr eləyir axı. X-a 15 daxil eləyirəmsə, L.append-ə görə 15-i yığır bura. Deməli, neçə dəfə daxil eləyirəm? N dəfə, yəni. 15, 23, tutaq ki, 131, nə bilim, olsun 200, bu formada. Yəni, yığdım. Bura qədəri yazdıq. İndi yəni siyahıya elə ki, elementləri yığmışıq da, artıq L siyahısı mövcuddur. Görək bundan sonrasında nə deyir? Verib ki, həmin bu siyahının 3 rəqəmli olan. Deməli, bunların içindən də təzədən 3 rəqəmliləri seçmək lazımdır. Onda bir də dövr yaradıram. For i in L. Bu dəfə də i parametri L siyahısının elementlərini bir-bir götürür. Bunların 3 rəqəmli olmağını necə yoxlayaram? Şərt verərəm ki, əgər i 99-dan böyükdürsə and, 1000-dən kiçikdirsə, onda 3 rəqəmlidir də bu aralığa daxilddirsə. Artıq 3 rəqəmlini də seçdim. Bundan sonra deyir, həmin o 3 rəqəmlərin içərisindən də sadə olanların cəmini tap. Məsəl üçün, burada 3 rəqəmli 100 var, 131 var, 200 var. Bunların içindən sadə bir dənə 131-dir də. Həmin o 131-in, yaxud ola bilər 2-3 dənə sadə olar, onların cəmini istəyir. İndi qalır burada sadə ədədləri seçmək. Və bilirik ki, ancaq 1-ə və özünə bölünən ədədlər sadə ədədlərdir. Və əgər 1-dən və özündən başqa əlavə bir ədədə bölünürsə mürəkkəbdir. Onda mən burada bir də dövr yaradıram ki, for r in range iç-içə dövr yaradanda i-dən başqa fərqli bir parametr götürürəm. R in range. Ədədim i-də axı, məsəl üçün i 131-dir ya 100-dür, 3 rəqəmli ədəddir də. Bu 100-ün sadə mürəkkəbliyini yoxlamaq üçün 1-dən və özündən başqa, yəni 1-dən sonra 2 gəlirdi, onda 2 və 100 aralığında hər hansı bir ədədə bölünürsə, deməli o mürəkkəb olur. Bölünmürsə sadə. Onda mən dövrü belə götürürəm ki, 2-dən özünə qədər, özü daxil deyil də burada artıq. Çünki biri özünə onsuz da bölünür ədəd.
Bu aralıqda hər hansı birinə bölünürsə, şərti belə qoyuram ki, ədədim yəni i, bu j-yə bölünürsə, j-nin qiymətləri çünki 2-dən 100-ə qədər olur. Qalıqsız bölünürsə, onda həmin o bölənlərini saymalıyam. Saymaq üçün də bura bir k bərabər 0 yazıram. K bərabər k plus 1 ilə sayacam. Əgər böləni, indi bu dövr qutaracaq, bölənlərini saydı da, məsəl üçün 100-ün böləni çoxdur. Sayır və burada şərt verir ki, əgər böləni 0-a bərabərdirsə, onda deməli sadə ədəddir də, bölən 0-dırsa. Həmin o sadə ədədləri cəmləməlidir. S-i isə burada bir 0 verirəm ki, i-ləri cəmləsin. I məsəl üçün 100 olanda şərt ödənməyəcək, çünki 100-ün böləni 0-a bərabər deyil yəni. Amma 131 məsəl üçün sadə ədəddir. 131-in böləni 2 özü aralığında deyək də, bura indi 100 yazılmayacaq, bura i yazılmalıdır. Çünki i növbət dəfə 131 olacaq. 2 ilə 131 aralığında heç bir ədədə bölünmədiyinə görə 131. Onda böləni 0 olur və s həmin o 131-i cəmləyir sadə ədədi. Dövrdən çıxıb yazırıq print s. K-nı niyə burada 0 verdim? Çünki növbəti dəfə geri qaydanda, buradan ən əvvəli geri qaydanda, i məsəl üçün 200-ü götürürsə, k 0 olmalıdır axı ki, 200 üçün təzədən saysın da bölənləri. Amma s-i əvvəldə 0 götürmüşəm, çünki s həmin o şərti ödəyən ədədləri cəmləyir, yəni ən əvvəldə 0 yazsaq daha düzgün olur bu formada. 29-da verib daxil edilmiş S sətrində təkrar olunmayan simvolların sayını geri qaytaran proqram. S sətri deyirsə, sətri bilirik ki, inputla daxil edirik. Və mən sətrin bir-bir simvollarını götürüm ki, onların təkrar olunub olunmadığını yoxlayım. Ona görə burada for-dan istifadə edəcəm. Və sətrin bir-bir simvollarını götürmək üçün yazıram for i in S. Təkrarlanmayan simvollar deyir. Təkrar olunan simvolları sətirdə sayan metod bilirik ki, countdur. Count təkrar olunanları sayır. Onda mən şərt verirəm ki, əgər s-də s.count i 0-a bərabərdirsə, onda təkrarlanmır da. Məsəl üçün, s-in qiyməti a, b, c, a, b-dir, tutaq ki. Birinci i-nin qiyməti bu sətrin ilk elementi olan a hərfi olur. Və deyir ki, S-də A-ların sayı 0-dır. Xeyr, 2 dənədir. Amma mənə deyir təkrarlanmayan. Məsəl üçün, i-nin qiyməti dırnaqda C olanda, C-lərin sayı 0-a bərabərdirmi S-də? S 0-a yox, daha doğrusu 1-ə bərabərdirsə, təkrarlanmayan deyirsə, bir dənə olmalıdır. 1-ə bərabərdirmi yəni? 1-ə bərabərdirmi? Bəli, bircə dənədə də təkrar olunmur. Həmin o ədədləri saymalıyam. Saymaq üçün də bura bir k0 yazıram. K bərabər k plus 1 yazacağım ki, bir-bir artıb saysın həmin o təkrar olunmayan simvolları. Dövrdən çıxıb k-nı çapa verəcək. Sonra 16-lıq say sistemində verilmiş ədədi ikiliyə çevirən proqram. Əslində, ilk öncə ağlımıza belə gəlir ki, 16-lıqdan ikiliyə keçmək üçün o 8-4-2-1 qaydasından istifadə edək. Amma 16-lıqda hərflər, rəqəmlər, qarışıq var axı. Bunu mən hərf rəqəm olduğunu seçib, təzədən onları 8-4-2-1-lə ayırsam, dövr çox uzun gedir. 16-lıqdan 10-luğa çevirib, sonra 10-luqdan 2-liyə çevirmə daha qısa olur. Çünki bunun proqramı daha qısa şəkildə var. Necə yazacaq? Əvvəlcə 16-lıqda bir ədəd daxil edirik. Normalda ədədi int inputla daxil edirəm. Amma bilirəm ki, 16-lıq bir ədəddə hərflər də ola bilir də. Ona görə input yazıram ki, mən hərf də daxil edə bilim həmin ədəddə. Və bilirəm ki, 16-lığın simvolları, 0-dan f-ə kimidir. Ona görə belə bir sətr açıram və bütün 16-lığın simvollarını bura yazıram ki, bu sətrə müraciət edə bilim. Və bir-bir mən bu n sətrini, məsəl üçün A elə olsun 3 deyə tutaq ki, sətr belədir də. Bu sətrin simvollarını bir-bir götürüb çevirməliyəm artıq, yəni 10-luğa çevirməliyəm. Bunun üçün dövrdən istifadə edəcəm. Yazacağım for i in range 0-dan n-ə qədər. Çünki bu sətr tipi daxil. Yəni dövr bu qədər gedəcək. Artıq indi necə çevirirəm? Bilirik ki, bunu 16-lıqdan 10-luğa çevirəndə
0, 1, 2 nömrələyirik. 10 vuraq 16-nın kvadratı üstə gəl. 3 vuraq 16 üstü 1 üstə gələk. 13 vuraq 16 üstü 0 yazıram. Deməli, mən burada A-nı 10 kimi götürməliyəm. Və fikir versək, bu A sətri yazmışam yuxarıda. Bunu indeksləsək, bax, 0-a elə 0 düşür. 1-ə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. A-ya isə 10 düşür. Deməli, mən bu A-nı 10 kimi götürmək üçün həmin bu A sətrində o A-nın indeksi kimi yazacağam. Və yaxud burada D-dirsə, D-yə fikir verin neçə düşür? 13. Hər bir rəqəmə, hər bir hərfi onun indeksi elə özünü yəni götürür. Məsəl üçün, Y-nin indeksi 14-dür, elə Y 14-ə bərabərdir. F-in indeksi 15-dirsə, elə Y F 15-ə bərabərdir. Deməli, onda burada indi həmin burada cəmləmə var axı, bu ədədin rəqəmlərini cəmləməliyəm. Ona görə əvvəldə bir dənə S bərabər 0 yazıram cəm üçün və həmin S üstə gəl yazıram. A-nı mən götürmək üçün yazmalıyam onun indeksi. Fərqi yox deyə rəqəm olsa, məsəl üçün 3 götürsəm, əgər burada 3-dürsə, 3-ün indeksinə də 3 düşür də, yəni düzgün alınacaq. Onda yazıram A.find B-nin qiyməti 0-dır. Biz isə N-də, yəni N-in qiyməti budur da, N-də 0-cı elementi götürməliyik. Nömrələyəndə belə nömrələyirik. Yəni N-də i-nci element. N-də i-nci elementin indeksi, məsəl üçün N-də 0-cı element budursa, əgər N-in qiyməti, N-də 0-cı element dırnaqda A olur, A-nın indeksi gəlib 10-a düşür. Deməli, onu tapdım yəni. Vurulsun, 16-nın kvadratı yazmalıyım. Hə, indi kvadratı necə yazım? Çünki bu ədəd böyük də ola bilər, ancaq 2 olmayacaq ki. Və fikir versəm, bunların sayı neçədə nədir? 0, 1, 2 kimi nömrələyəndə, əslində biz 16-lıqdan 10-luğa keçəndə də geri formada nömrələmə aparmışıq da. Bunun simvollarının sayını tapan len funksiyasıdır da. Len bilirik ki, həmişə indeksdən bir vahid çox olur. Yəni, indeksi 2-dir, amma fikir verin, len 3 olur. Məsəl üçün, belə bir ədəd olsun. Burada indeksləyəndə indeks 3-dür, amma len 4-dür. Yəni, len həmişə indeksdən bir vahid çox olur deyə. Mən burada yazıram, əslində alt-alta yazılmalıdır, yer yoxdur deyə yazıram buradan. K bərabər len n çıxaq 1-ə. Yəni, bu 4-dən, məsəl üçün, burada 3-dür də, 3-dən 1 çıxanda 2-ni aldım mı, mənə də bu 2 lazımdır da elə. Onda yazacağım 16 üstü, indi bu hissəni silim. 16 üstü, deməli, K-ya. Belə də yazım olar, amma onsuz da birinci qüvvəti hesablayır. Və K növbəti dəfə 2-dən sonra 1 olmalıdır, axı ki, 3 vuraq 16 üstü 1-i hesablasın. Onda K-nı bir vahid azaldıram. Bu, belə formada ədədi 16-lıqdan 10-luğa çevirdi. 10-luqda bir ədəd aldıq. İndi qalır onu 10-luqdan 2-liyə çevirmək. Bu artıq sadədir. Bilirik ki, şərtli dövrlə çeviririk. Ədədimiz S-də axı. Nə qədər ki, ədəd 0-dan böyükdür, ədədin 2-yə bölünməsindən alınan qalığı götürürük. Yəni, S-i 2-yə böləndə alınan qalıq. Məsələn deyirəm, bunu çevirmişik, tutaq ki, indi bu ədəd olmasın da, tutaq ki, 10-luğa çevirmişəm, almışam 13 məsələn. Bu ədədi indi 2-liyə çevirəndə lap balaca da götürə bilərik. Məsəl üçün 3 olsun. Ya elə bir ədəd götürüm ki, fərqi görünsün, 6 olsun. 6-nı 2-liyə çevirəndə belə çeviririk də, düzdürmü? Qalıqları axırdan əvvələ düzürük. Mən S-i 2-yə böləndə qalıq birinci 0 alacaq. Sonra nə edirəm? Həmin bu S-in 2-yə bölünməsindən alınan tam hissəni götürürəm. Bir də bu qalıqları mən axırdan əvvələ yanaşı düzməliyəm. Yanaşı formada düzmək üçün mən bunları sətir tipinə çevirib fikir verin, toplasam, onda sətir tipində toplayanda yanaşı yazaraq birləşdirir. Deməli, burada sətir tipində toplamaq üçün bir dənə boş sətir yaradıram. Məsəl üçün R. R bərabərdir. İndi bu küylər qalıqlardır da, yəni ədədin bu qalıqlarıdır 2-yə böləndə. Bu qalığı sətir tipinə çevirirəm, üstünə gəlirəm boş bir sətiri. Baxaq, sətir küp
6-nı 2-yə böləndə qalıb 0 düşdü də. Dırnaqda 0 üstəgəl, dırnaqda boşluq. Aldıq bunu dırnaqda 0. Növbəti dəfə Q olacaq dırnaqda 1. Dırnaqda 1 üstəgəl, dırnaqda 0 alacağıq 1, 0. O biri dəfə Q-nin qiyməti 1 olacaq. Yenə dırnaqda 1 üstəgəl R. Dırnaqda 1, 0 alınacaq 1, 1, 0. Deməli, çevirdik yəni ədədi ikiliyə. Və bundan sonra da dövr bitir, print S-i çapa verir. Bu videoluk bu qədər. Gələn videolarda görüşənədək.